Firon 2-ci Ramzes Musa peyğəmbərlə öcəşmişdi. Məlumdur ki, bu Quran-ı Kərimdə də bununla bağlı bəhs olunur. Eyni zamanda tarixi mənbələrdə də və Misir papiruslarında da bununla bağlı hieroqliflərlə müxtəlif qeydlər var. Müəyyən mənada tarixi tərəfdən də təsdiqini tapmış məsələdir. O suyun daşması, qərq olmaları və s. İsrail oğullarının Misirdən çıxması prosesləri qeyd eləyir ki, Musa peyğəmbər illərlə dua edirdi. Fironu məhv elə, ilahi Fironu qərq elə filan, Firona bir şey olmurdu. Bir gün Musa peyğəmbər qərq olandan sonra Allah əl açdı ki, ilahi, bu nətər oldu ki, neçə ildir mən dua eləyirdim, bu Fironu sən məhv eləmirdin, bu ki, belə bir kafir adam idi, özünü Allah elan eləmişdi filan. İlahi hikməti orada Allah Teala Musa peyğəmbərə vəhiy eləyir ki, yəni bir insanın əgər ictimai faydası varsa, o baxmayaraq ki, mənə şərik qoşur, mənə qarşı gəlir. Heç olmasa insanlara faydası dəyirsə, ona xatir mən ona möhlət verirəm. Ki, Firon, sən demə, bu gün o mənbələrdə qeyd olunur, Misir yazılarında ki, oradakı işləyən işçilərə gündə hansı menyuları təqdim edirəm, çox zəngin qida növləri. Ki, işlətdiyi adamlara həqiqətən də bu yaxşı baxırmış. Adamlara yaxşı baxırmış, nə bilim, taxıl zəmləri və s. Texnologiyada indi o dövrdə sivilizasiya möhkəm olub. İndiki hələ başa çanmırlar ki, bu ehramlar necə yaranıb. Necə olub bəlkə qərq olub axırda? Axırda bunun bir münəccimi hansı deyib ki, mən baxmışam ulduzlara, çox quraqlıq keçəcək, iqtisadiyyatı bir qədər nəzarətdə saxlamaq lazımdır. Bu taxılı filan ambarlara yığıb saxlayıblar. Qeyd eləyir ki, onun hər süfrəsində neçə heyvan kəsilərdi. Qərq olduğu gün Fironun süfrəsində bircə qoyun kəsilmişdi. O boyda Fironun süfrəsində, onun məclisində bir qoyun kəsilmişdi. Yəni artıq ki, o insanlara verdiyi fayda da tükəndi Fironun. Artıq onun o sosial münasibəti, bəşəriyyətlə tam əlaqəsi kəsildi ki, da bunun bir xeyir faydası yoxdur, vəssalam da bunun işini bitirək. Ona görə ilahi hikmət var. O varlı insan da bəlkə də bütün o bəd əməlləri törədən adamlar var ki, Allah ona da nəyəsə görə bir möhlət verir. Ya ona imtahandır, onun əzabı daha ağır olacaq, sorğusu daha çətin olacaq. Ya da qeyd elədiyim kimi, hardasa bizim bilmədiyimiz bir nöqtə var ki, ondan bəhrələnən hardasa onun bulağından su içən bir qarışqa var, Allah ona toxunmur, onun xətirinə. Bəli, çox hikmətli misal oldu, çox hikmətli, çox belə duyğulu həm də insana toxunan doğrudan da din doğrudan dəyərdir. Təbii ki. O İslam dini ümumiyyətlə ümmandır. Onu o vardıqca, içində öyrəndikcə görürsən ki, doğrudan da çox gözəl bir dinə, mükəmməl bir dinə sahibi. Yetər ki, onu anlayasan, yetər ki, onu daha yaxşı çatdırasan ki, insanlar da bax bunu qəbul edəsinlər və həm də tətbiq eləsinlər, həyatımıza tətbiq eləsinlər.